Euro dolları, funt dollarının və neftin analizinə gəldiksə, təbii ki, neft dünən Krudoyla Sovetgədə sürətlə aşağı doğru istiqamətlə davam edir. Satış əməliyyatlarını biz müəyyən etmişdik və take profit niyə müəyyən etmirəm? Çünki bunu tələbələrimiz bilir, take profit hara qədər, yəni Fibonacci sistemi əsasında və digər sistem əsasında hansı nöqtələrə qədər düşəcəyini onlar bilirlər. Yəni onlar da demək vaxt azlığından ona görə onları açıqlaya bilmirik. Alışlar deməli 64.000 60'lardan gələcək, satışlar isə 64 20'lərdən satışlar gələcək, hətta 18'dən satışlar gələcək, 64-60'lardan isə alışlar gələcək. Keçək biz Türk lirəsinə, Türk lirəsi artıq 43.320'ni keçir. Keçək euro dollar, funt dollar cütlüyündə. Euro dollar, funt dollar cütlüyündə yəni bildiyiniz kimi ümumi istiqamət artığı yuxarıdır. Biz yəni mart ayına qədər yüksəlməsini nəzərə çatdırmışdıq. Təbii ki, yüksəlməyə doğru hərəkət edir. Artıq yəni bugün yenidən alışlar funtun dollar rəqabətində 1.35 yüzlərdən olacaq. Satışlar isə 1.34 800'lərdən. Euro dollar rəqabətinə gəldidə isə alışlarımız konkret olaraq 1.17 650'lərdən, satışlar isə 1.17 350'lərdən. Dünən 1.17'lərdən alışlarıydı, deyək ki, euro dollar rəqabətində. Və gümüş də yuxarı doğru istiqamətə davam edir. Bunun siqnal kanalında biraz dünən biz paylaşdıq. Bugün gümüş 99-200'lərdən yuxarı formalaşsa yenidən alışlardır, satışlar isə 98-200'lərdəndir. Belə əzizlərim, yenidən biz fokus alırıq qızıla. Qızıl bildiyiniz kimi yəni sürətlə yuxarı doğru istiqamətə davam etdirir. Yəni 5000'lər demək olar ki, artıq yəni belə bir şey qalmadı. Yəni 5000'lər yəni çox yaxındadır. Biz fokuslanaq 6000'ə. Hələlik görüşmək ümidi ilə.